Salamlar, hər vaxtınız xeyirli olsun əziz motosevərlər. Bugün çox möhtəşəm bir gündür. Niyə? Çünki bugün yenə motorun üzərindəyik. Motorun üzərində olduğumuz hər gün möhtəşəm gündür. Ona görə bu gün amma çox vacib bir məqamlardan danışacaq. Yəni bugünkü günümüz həqiqətən də hər birinizə çox vacib günlərdən biri olacaq. Çünki niyəyə görə artıq qış gəlir, havalar soyuyur. Hər kəs təbii ki motosiklet sürmür, amma motosiklet sürənlərimiz də az deyil. Yerin yağışına, qarına, nə bilim, soyuğuna baxmayaraq motosiklet sürənləri üçün gəlir bu video. Tövsiyələr verəcəyik təbii ki. Nələr etməliyik, nələr etməməliyik, bizə nələr maneə yarada bilər, hansı təhlükəsizlik tədbirlərini görməliyik. Ümumiyyətlə, qış vaxtı motosiklet sürərkən hava soyuq vaxtlardan gedir söhbət. Soyuq vaxtı motosiklet sürərkən nələrə diqqət etməliyik, bizə bir sözlə təhlükə yaradacaq mövzulardan danışacağıq. Ən azından gördüyünüz kimi indi də hava artıq kəskin soyuqlara doğru getdiyini düşünürəm ki, hava onsuz da indi soyuqdur. Birazdan daha da soyuq olacaq. Deməli, ilk olaraq təbii ki başlayırıq. Qısa tezislərdən mən bir deyəcəm. Ondan sonra artıq sualınız olarsa siz yazın, videonu bəyənin, paylaşın, fikirlərinizi yazın. Bax, videoya baxdın, yaz ki bu videoya baxdım, əladır, pisdir, nə bilim, bu hissə belə olsaydı yaxşı olardı, ya da təşəkkür yazın, qısaca bir ürək qoyun, nəsə smiley qoyun ki etkileşim artsın və video daha çox insan qarşısına çıxsın və mən də xoşbəxt olum. Mən sizdən pul istəmirəm və yaxud da nəsə istəmirəm ki, təbii ki sadəcə bu kiçik dəstəyinizi əsirgəməyin, mən də motivasiya ilə videoları çəkməyə davam edeyim. Deməli əzizlərim, ilk olaraq bizim təbii ki soyuq aylarda motosiklet sürməyimiz üçün geyim ən vacib şərtlərdən biridir. Geyimimiz mütləq dərəcədə içdən, yəni ki alt tərəfdən bir sözlə termal içliklər geyinmək çox vacibdir. Çünki motosiklet sürərkən insanın bədəninə anormal soyuq olur və moto geyim olmayanda isə bu birbaşa ölümə yaxın bir xəstəlik yaradır insanlarda. Ona görə mütləq dərəcədə siz termal içlikləri bir sözlə geyməyiniz vacib şərtlərdən biridir. Ən vacib şərtimiz termal içliklərdir. İçliyimizi geydik. Ondan sonra təbii ki nə etməliyik? Üstdən artıq bizi yağışdan, qardan, sudan qoruyacaq üstlük lazımdır. Yəni ki, baxın, dəri ola bilər və yaxud da ki sertifikatları var təbii ki. Sertifikatlı yağışa davamlı, suya davamlı da o demək deyil. Geyinin gedin oturun basenin içərisində, belə bir şey deyil. Bunlar müəyyən müddət yağışdan saxlamaq üçün. Yağışa davamlı geyimlər geyindiniz. Bu da bir. Artıq bizim içliyimiz, termalımız var və üstdən isə yağışa davamlı paltarımız var. Bundan sonra isə eləməli olduğumuz bir şey qaldı. O da ki, ən üstdən yağışlıq geyinməkdir. Nəzi yağışlıqlar olur, çox ucuz qiymətə satılır. Yəni hər rəngi də olur. Ondan alın. Nəyə görə? Çünki bu paltarlar, motosiklet geyimləri nə qədər yağışa davamlı da olsa, birincisi islanmağı problemi yaradır. Müəyyən bir müddət sonra artıq onun lifləri, üzərindəki liflər genişlənir və artıq yavaş-yavaş su buraxmağa başlayır. Ona görə siz maksimum dərəcədə çalışmalısınız ki, onu heç islatmayasınız. Niyə islansın? İçində həm də üzərdədir. İstər-istəməz rəngdə bilinəcək. Ona görə tövsiyə olunur ki, üzərindən nəzik, ucuz bəsər bir dənə yağışlıq alırsınız, onun üzərindən geyinirsiniz. Elə də siz odda yanmaz, suda batmaz olursunuz. Həm o yağışlıqlar şey olduğuna görə, yəni hava keçirmədiyinə görə də bir yandan o da sizi isti saxlayır və motosiklet sürənlər beləcə soyuğa qarşı tam dözümlü olurlar. Yəni bu motosiklet geyimləri də təbii ki 4 fəsil dediyimiz, 4 fəsil demək düzgün deyil, amma yəni ən azından 3 fəsil, 2 fəsil motosiklet geyimləri olur. İçliyi çıxan, içliyi taxılan. Bunlardan da alıb yoxlaya bilərsiniz, amma mütləq yağışlıq taxmağınız tövsiyə olunan bir şeydir. Çünki yağışlıq olanda həm o motosiklet geyiminin ömrünü artırırsınız. İndi mən bu dəqiqə yağış çox yağmır, ümumiyyətlə dünən yağıb. Bu məsələdə belə. Təbii ki, botları heç deməmək olmaz. Yəni ki, mütləq bot geyinməliyik. Soyuğa davamlı və yağışa davamlı. Çünki ayaqlarımız əsas bir sözlə bölgələrimizdən biridir. Ayağı qorumalıyıq, soyuqdan qorumalıyıq. Ona görə bot da geyinməyimiz çox vacib şərtlərdən biridir. Botumuzu geyindik, uzun çəkməli botlar geyinməyə daha üstünlük verin.
Botumuzu geyindik. Əlcəyimiz ən vacib şərtlərdən biridir. Qışa davamlı əlcəklər var. Təzəlikən bir də istiliyə davam, istilik pedi içində istilik pedi olan əlcəklər də var. Onlardan da ala bilərsiniz. Yoxlamamışam, amma niyə də yox? Bəzi motosikletlərdə rol isidici deyə bir anlayış var. İstifadə edə bilərsiniz motosikletin təhlükəsizliyini təmin etmək şərti ilə. Çünki elə Kitaydan zadan alıb gətirib onu taxıb rola, sabah bir üçün o elektrik qısa qapanma falan verib motosikletinizi yandırmasın. Bəzən hallarda görmüş ki, motosiklet yolda alışır, yanır. Bunun da səbəbləri məhz bu sonradan quraşdırılan elektrik, bir sözlə elektriklə işləyən motosiklet alətləri, avadanlıqları deyək. Ona görə həmişə motosikletə və yaxud da maşına fərqi yoxdur. Nəsə quraşdırırsınızsa, mütləq orijinallığını yoxlayın. Çünki onların təhlükəsizliyi daha çox olur və onlarda bir sözlə qoruyucu şeylər olur. Qoruyucu rele demək olar mı bilmirəm. Nəsə onu siz ustalar daha yaxşı bilir. Yəni ən azından özünü yandırmasın, qızıb kabellərini əritməsin deyə bəzi qoruyucu önləmlər alınır və bunlar da bizim üçün çox vacib şərtlərdən biridir. Okay, geyim məsələmizi bitirdik. Təbii ki, kaskımızı heç deməyə ehtiyac yoxdur. Yüzörü həmişə bağlı olsun, soyuq gözünüzə işləməsin. Sonra xəstələnib xoşun boyulub tetraskilin mazı ilə gözünüzə sürtməyin. Yəni bu işlərdə heç bunu deməyə ehtiyac yoxdur deyə düşünürəm. Növbəti məsələmə özüm yavaş-yavaş gedirəm. Yəni aralardan işləmirəm, çünki sizlə danışıram. Nə qədər uzun danışsam işə də çatmam. Bir o qədər uzatmış olacağım. Həm də tez çıxmışam biraz. Deməli məsələ nədir? Okay, biz geyimlərimizi tamamladıq. Artıq keçirik nəyə? Təbii ki, geyimlə iş düzəlmir. Motosiklet bir sözlə tək geyimlə həll olunmur. Bir də gəlir bizim motosikletimizin baxım məsələsi. Qış aylarında motosikletə necə baxaq, nə edək? İlk olaraq təbii ki, ən vacib şərtlərdən biri. Bu yağına falan baxmaq, bu heç də bu adətdir. Bunun qışa yaya ehtiyacı yoxdur, amma ən vacib məsələlərdən biri tormuz sistemimiz, əyləc sistemimiz, yəni ki, nakladkalarımızı, əyləc, ona nə deyirlər? Onun nəsə adı var. Əyləc nələrdir onlar? Əyləc balatalar, türklər balata zad deyir. Amma bizimkilər nə deyir bilmirəm, tamam. Nəysə də bildirsiniz mən nəyi demək istəyirəm. Əyləc o daşlardır, nədir? Onları qəşəng şəkildə dəyişdirməkdir. Əyləc nakladkalarınızı dəyişdirin, təzəliyin. Ən vacib şərtlərdən biri isə təkərlərimizdir. Bəzi hallarda düşünürlər ki, təkərlərin şporları üstündədir. O deməkdir ki, o təkər yaxşı təkərdir. Yox, məntiqli deyil, yanaşma məntiqli deyil. Qış təkəri təbii ki, mövsümü təkər taxmaq çox vacibdir. Amma hər kəsin də imkanı yoxdur ki, mövsümü təkər alsın. Yəni 4 fəsil deyən bir məntiqlə işlədilər. Əslində 4 fəsil təkər də mən qəbullana bilmirəm. 4 fəsil olan şeyləri çox da qəbullana bilmirəm. Amma yenə də elə bir şey varsa, deməli istifadə edə bilərsiniz. Motosikletdə biraz 4 fəsil falan filan çeşidlər, yəni bizim ölkədə o qədər də çox deyil. Hər bir sözlə motosikletə uyğun istədiyiniz o yolla göyərçinlə toqquşmuşdum. Yəni istədiyimiz şeyə uyğun bir sözlə tapa bilməyə bilərik. Yəni təkər olaraq. Ona görə onu nə edə bilərik? Biz alternativ variant kimi təkərlərimizin şporları varsa, o deməkdir ki, o təkər mütləq çox əladır falan. Təkərin quruluq dərəcəsi də var. Yəni təkər müəyyən bir müddət işləndikdən sonra siz onu az belə işləsəz və ya da çox belə işləsəz, yenə o təkərin bir ömrü var. Yəni o tərkibindəki rezin, tərkibindəki plastik, tərkibindəki nə bilim o şey, onu bəlkə saxlayan maddələr başlayır yavaş-yavaş sıradan çıxmağa. Ona görə siz fikirləşməyin ki, əşi, təkərin hələ şporu yaxşıdır. Yəni təkərin dözümlülüyün, təkərin keyfiyyətini şporla ölçmürlər. Hər təkərin bir ömrü var. Çıxma və artıq o təkərin yararsız hala düşmə vaxtı. O vaxtda sadiq qalın. Yəni vurub şey eləməyin. Yəni nə bilim, bunun 3-cü Kleopatrada işlətmişdi bu təkəri. Mən də işlədirəm, hələ də yaxşıdır. Belə məntiqlə yanaşmayın. Onun siz artıq quruduğunu təkər, çünki müəyyən qaldıqdan sonra quruyur, artıq bir yararsız hala düşür. Onu artıq siz yolda biraz buzlanma olan yerlərdə, hətta biraz buzlanmaya ehtiyac oldu. Suda, yarpağın üstündən keçəndə sürüşəndə hiss edirsiniz ki, oya bu təkər o dördü, ana buna nə qayraq biz? Onda da artıq gec olur. Ona görə birinci məsələ təkərlərimizdir. Təkərlərimizə baxmaq lazımdır. Təkərlərimizin üzərindəki şporlar nəyə xidmət eləyir? Bunu bilməliyik. Yəni təkərlərdəki şporlar çox adamın məntiqində əsas məntiqi odur ki, yolda
tutuşu artırmaq üçündür. Okay, bu birinci şərtlərdən biridir. Yolda tutuşu artırmaqdır, palçıqda və s. tutuşu artırmaqdır. Amma ikinci ən vacib onun etdiyi şey su kanalları da onun üzərindəki. Yəni ki, yoldakı suyu atır və təkərin yerə tutuşunu artırır. Yəni suyu atmaqla təkərin tutuşunu artırır. Ona görə şiforların olması da, benim hətta bir tanışım var idi. Onda motosikletin şiforlarını eləmişdilər, tərs vurub, təkəri tərs taxıb adam. Yəni gedib ustaya, usta təkəri tərs taxıb deyir, amma bunu necə tərs taxa bilər? Yəni bu hansı usta olub, içkili olub, yəni nə olub ki, motosikletin təkərini tərs taxıb? Yəni nə mənada? Şiforlar belə olmalıdır. Çünki bu şiforların məqsədi suyu atmaqdır. Amma bunun əksinə taxıb, yəni suyu elə bil ki, içinə də doldurur, motosikletin qabağa atır elə. O da mümkün deyil də, məntiqli deyil. Yəni mən də dedim ki, sən ustavı dəyiş. Tövsiyə edirəm, ustavı dəyiş. Ona görə ona mütləq baxmaq lazım, nəzarət eləmək lazım ki, təkərin üzərindəki şifor dediyimiz o izlər düzgün şəkildə yerləşdirilməlidir. Yəni onun bir məqsədi var. Onun məqsədi yolda tutar. Bu ayaqqabı deyil də. Ayaqqabının əslində eyni məntiq var. Su tutarlarını atmaq üçündür. Sonra sizə deysin canım mənim, təkərlərimizə baxdıq, amortizatorumuz, texniki mövzularına baxdıq. Səhər-səhər mütləq motosikleti qızdırmaq lazımdır. Ən azından mühərrikin dövründən siz artıq bunu bilməlisiniz ki, motosikletimiz nə zaman qızacaq. O da nə üçün? Ümumiyyətlə yayda da, qışda da motosikletin yağının, bir sözlə motosiklet xoddandır, müəyyən bir fazada işləməlidir. Yəni yayda bu 1 dəqiqə də olar, 30 saniyə də olar. Dövr olsa özü hiss elətdirir də. Görərsiniz ki, səs dəyişir. Artıq səs dəyişəndə dövr də dəyişir və nə edirsiniz? Siz artıq bilirsiniz ki, motosikletin mühərriki qızdı. Və mühərrikin qızması odur ki, yağ prosesi, yağ biraz olur, yəni ki, düzgün şəkildə dövr eləməyə başlayır. Ondan sonra motosikleti artıq gücə sala bilərsiniz. Bu bizim növbəti mərhələmiz. Artıq ondan sonra isə keçirik sürüş mərhələsinə. Sürüş mərhələsində əslində bunların hər birini ayrı-ayrı videoda olaraq çəkməliyəm və çəkə bilərəm. Yəni ki, sürüşdə nələrə diqqət eləmək lazımdır, qış aylarında sürərkən bizim üçün hansı təhlükələr var və s. və ilə axır. Bunu əslində bütün videolarda demişəm, amma bu videolarda da mən davamlı olaraq daim deyəcəyəm. Bu videoya da baxanlar biləcək və əgər tələbiniz varsa ki, qış aylarında motosikleti necə sürək və yaxud da ki, qış gəlir biz motosikleti sürməyəcəyik, saxlayacaq, nələr etməliyik? Bu ilə bağlı videoda çəkmişəm, amma yenidən güncəl video çəkə bilərik ki, sizin qarşınıza çıxsın. Okay, deyək ki, biz elədik artıq. Motosikletimizi hazırladık, her şey süper, möhtəşəm və yola çıxırıq. Yola çıxandan sonra artıq bizi gözləyən təhlükələr var. Yola çıxandan sonra bizi gözləyən müəyyən bir sözlə problemlər var. Bu problemlərin ən başlıcası təkərimiz adımız superdir, hər şeyimiz superdir dediyimiz kimi geyimlərimizi geyinmişik və s. və ilə axır. Amma bizi gözləyən təhlükələrdən biri yol üzərindəki nişanlanmalardır, yolun xətləridir. Yolun xətləri hər zaman daha sürüncək olur. Çünki onların sürüşkən olur. Onların üzəri daha bir sözlə nətər deyim, daha bir sözlə şiforsuz nətər deyimsə, daha bir sözlə hamardır və daha hamar olduğuna görə yolun tutuş bacarığı onun üzərində daha azdır. Deməli, bizim qorxmalı olduğumuz deməyək də, bizim daim diqqətli olduğumuz şeylər. 1. Yolun nişanlanmış xətlərinin üzərindən keçməmək. Sarı xətlər, qırmızı xətlər, göy xətlər, hər cür rəng ola bilər. Ən çox da Azərbaycanda ağ və sarı xətlərdə, bu gördüyümüz yolun qırağındakı. Bu xətlərin üzərindən sürməməyə çalışaq. Sürdükdə özümüzü itirməyək. Yəni, mən çıxdım onun üzərinə, belə, sağ-sol ani manevrlardan qaçınmaq. Yəni çıxdısa, düz saxlamısan, keçdin. Qazı stabil saxlayırsan, keçirsən, heç bir problem yaşamırsan. Ani tormuzlanma, ani sürətlənmə, ani manevr etmək düzgün deyil. Bunu 1000 dəfə deyirik. Ani hərəkətlərdən qaçın, qış aylarında ümumiyyətlə. Yəni, ən vacib şərtlərdən biridir. Bax, bunlar hamısı çox sürüşkəndir. Ayağınızla çox hərəkət eləməyin. Ayağınızı belə qoyarsınız bardiyora falan, ayağınız sürüşər ki, çox başa gəlib bu hadisələrdə. Ayaqqabı sürüşür, həmin bardiyorda. Ayaq da sürüşür, motosikletin ağırlığı düşür və aşırdır. Bunlar da başımıza gələ biləcək müəyyən bir hadisələrdən biridir. Artıq hava soyudu. Yolda gördüyünüz kimi sular var. Su varsa deməli təhlükə də var.
nə etməliyik? Sürəti yarı-yarıya alırıq. Yayda getdiyimiz Dəli Ceyran kimi sürüşlərimizi yarı-yarıya azaldırıq. Yəni 2 dəfə azaltdıq. Məsələn, ara məsafəmizi, tormuz məsafəsini 2 dəfə azaltdıq. 2-3 motosiklet olur da, buradan ona görürsünüz 4 motosiklet laf hətta. Biraz da azaldırıq. İndi düzdür, mən biraz yaxın gedirəm. Amma belə. Düzdür, bu sizi üçün təhlükə yaradır. Niyə? Çünki arxadan gələn maşınlar hozu kimi siqnallayacaq ki, get də, biraz sür də, biraz şeylə. Yəni siz motosikletinizin həcminə görə artıq məsələn biraz zəif motosikletsə, getməyə yoxdursa, biraz təbii ki, bildiyiniz kimi qaydalara görə 59 kubdan aşağılar yolun sağı ilə hərəkət etməlidir. Yəni ki, o künclə hərəkət edə bilərsiniz rahat şəkildə, heç kim də sizə siqnal verməz. Və o yolla gedirsinizsə, bax mən bu yolun tələbi məsələ 30-dursa, mən bu yolda 30-dan gedirəmsə, arxadan gələn sürətli maşın 31 ilə də gəlsə, məni keçmək istəyirsə, o ora keçməlidir. Yəni sizə siqnal verə bilməz ki, yol elə. Eləyirsə də düşün, döyün. Yaxşı, döyməyin, amma ən azından 102-yə yığın, polisə deyin ki, bu mənə təhlükə yaradır və təhlükəsi də budur. Yəni belə şeylər var. Ona görə həmişə düzgün şəkildə yanaşmaq lazımdır. Heç kim sizdən tələb eləyəməz ki, siz yoldan çəkiləsiniz. Düzdür, bəzi hallarda siz yüksək sürətli yolda çıxıb yolun solu ilə gedib yolu tıxamağınız düzgün deyil. Amma yolun sağında siz yolun müvafiq sürəti ilə gedirsinizsə, ora çıxa bilərsiniz. Yox, əgər məsələ yolun ən minimum sürəti tutaq ki 90-dırsa və siz o 90-lıq yolda 40-dan 49 kubla gedirsinizsə, onda demək ki, günahı özünüzdə axtarın. Sən orada nə gəlsən? Yəni yolun tələbi neçədir? Tutaq ki, yolun tələbi 90-lıqdır. Sən orada 49-dan gedə bilməzsən. Gedə bilərsən, hadisə olub, qəza olub, nəsə olubsa getməlisən. Amma sən daimi olaraq arxova salıb cəmaata getməməlisən. Cəmaata təhlükə yaradırsan elə də. Okay, bunu da nəzərə almalısınız. Yəni ki, öz kub həcminizə uyğun yol seçməyi bacarın. Yəni elə yollar var ki, hə də ora girməməlisiniz. Yəni 49 kub varsa ora girməməlisən. Qardaş, sən orada sürə də bilməyəsən, dığ eləyəsən cəmaatı da. Həm də qəza şəraiti yaradarsan. Bir dənəsi fikirli gəldi, görmüsünüz də yolun ortasında dayanır, kimsə yazıq maşını düzəldir, nə edir, arxadan gəlib vururlar. Bunlar da çox başa gəlmiş hadisələrdir. Ona görə buna da diqqətli olmaq lazımdır. Növbəti məsələlərdən biri yolun xətlənməsini izah elədik. Növbəti ən vacib şərtlərdən biri sürət və tormuz tənzimləməsidir. Sürəti tənzimləmək üçün nə edirik? Qarşıdakı maşından həmişə ara məsafəsi saxlayırıq və arxamızdakı maşından da gözümüzü çəkmirik. Nə mənada? Yəni ki, mən qabağa baxıram, qabaqdakı maşının qabağındakı maşına baxıram. Yəni bu maşına baxmıram. Bu maşının onsuz da eləyəcəyi şey mənim üçün çox da maraqlı deyil. Çünki bu maşın qabaqdakı maşına görə hərəkət eləyir. Siz bu maşına görə yox, bunun qabağındakı maşına görə hərəkət eləməyi bacarmalısınız və onu görməlisiniz. Çünki bu maşın eləyəcəyi ani qərarlar, ən çox hadisələr nə vaxt baş verir? Başqası, yəni onun qarşısındakı maşın ani tormuzlanma eləyəndə, onun qarşısındakı maşının qarşısına anidən nəsə bir maneə çıxanda artıq bu məcbur olur tormuzlamağa. Ona görə siz bir maşın önü, hətta mən bacarsaz desəm 2 maşın, 3 maşın önü belə yəni görməyə bacarmalısınız, görməyə məcbursunuz deyək. Hətta bacarmalısınız yox, görməyə məcbursunuz. Çünki sizin başınıza gələn hadisələr sizin qarşınızdakı maşına görə yox, maşının qarşısındakı maşına görə olur. Çünki sizin qarşınızdakı maşında onun öz qarşısındakı maşına görə hərəkət edir. Yəni belə zincirvarı nə qədər öndəki maşını görməyi bacarsanız, o qədər daha təhlükəsiz sürüş eləmiş olarsınız. Qış aylarında növbəti mövzuları bildiyi maşınla ara məsafəsi tormuz məsələsi ən vacib şərtlərdən biridir. Qışda motosikletin təkərləri daha həssas olur, yer sürüşkən olur. Ani qabaq tormuz nə edə bilər? Sizi sağ-sol aşırda bilər. Ona görə həmişə balanslı tormuz verməyi bacarmalısınız. Balanslı tormuz dediyimiz də nədir? Qabaq və arxa tormuzu eyni anda stabil şəkildə, düzgün şəkildə basmaqdır. Eyni anda dediyimdə ikisini də lalang oturmamalısınız təbii ki. Amma qabaq tormuzu 80% tutaq ki, bastım, tam kilitləmədən limon sıxarmış kimi anidən birdən-birə basıb qabaq tormuzu əyləci sıxmayın. Çünki hamıda ABS sistemi yoxdur. Yəni ABS-in işləmə məntiqi nədir? ABS qabaq tormuzun kilitlənməsini, qabaq bir sözlə təkərin kilitlənməsinin qarşısını alır. Yəni anti-lock braking sistem qabaq tormuzun bir sözlə kilitlənməsinin qarşısını alır. Qabaq təkərin kilitlənməsinin qarşısını alır. Siz bunun ABS-in tipi bu boydadır. Yəni kiçik bir məntiqdir də. Yəni sən gördün ki, təkər
kilitlənir. Onu ani saniyədə nə bilim 3 dəfə burax. Yəni əli burax da bir sözlə. Yəni bunu insan da eləyə bilər də. Yəni bunu əgər çip eləyə bilirsə, biz onu yaradan da, çipi yaradan da insan olduğuna görə biz ABS-siz tormuz verməyi bacarmalıyıq. ABS işə düşmədən hətta ABS-li motosikletiniz varsa belə, əgər siz ABS işə düşəcək səviyyədə tormuz verirsinizsə, deməli hansısa vacib bir qəzadan xilas olmuş. Yəni ölüm şəraitindən xilas olmusunuz. Yoxsa normalda ABS-in işə düşməsi üçün ya siz tək arxa tormuzu, ya siz tək qabaq tormuzu basmalısınız ki, ABS işə düşər. Balanslı tormuz verəndə ABS işə düşməyəcək. Çünki siz balansı düzgün verəndən sonra nə qədər tormuzunuzun ehtiyacı olduğunu da bilirsiniz. Bunun üçün nə etmək lazımdır? İlkin olaraq ara məsafəsini düzgün götürmək lazımdır. Digər maşınlarla məsafəni düzgün götürməlisən və digər yola çıxa biləcək cisimlərlə. Ola bilər ki, bu digər maşından çıxan bir təkər ola bilər və yaxud da ki, ola bilər klyonka, bir də görürsünüz yekə bir dənə nəsə uçur yerdə, kardon ola bilər, sürüşdürə bilərsiniz. Təbii ki, böyük kardon ola bilər, siz tormuz verməli olarsınız. Hər zaman tormuz vermək ən ağıllı seçim deyil. Biz fikirləşirik, bu maşın deyil, 4 təkər deyil, bu 2 təkər nəqliyyat vasitəsidir. Yəni siz tormuz verim, saxlayın, məntiqini fikirləşəndə siz fikirləşin ki, o 4 təkərlə tormuz verirsiniz, 2 təkərlə. Yəni ondan 2 dəfə daha az bir sözlə tormuz tutma ehtimalınız var. Ona görə hamı qınayır, motosikletçi belədir, motosikletçidir. Motosiklet tormuz vermə fəlsəfəsi var. Maşında bir dənə, düzdür, əslində maşında da var. Bu təbii ki, hər kəsin bacardığı bir şey deyil də. Yəni burada 99% adama tormuz ver desən, ayağım bir dənə punovkadır basır, daha rolla manevr eləyim, motosiklet maşını düz saxlayım kimi bir məntiqi yoxdur. Sadəcə tormuz verim, dayanar. Amma motosiklet elə bir məntiqdə işləmir. Motosikletin tormuz fəlsəfəsi var. Yəni motosikleti sürməyə bacaran tormuz fəlsəfəsini bacarmalıdır. Balanslı tormuz verməyi bacarmalıdır. Motosikleti tormuz verəndə necə sürüşməyəcək, bunu dərk eləməlidir, analiz eləməlidir. Yolun bir sözlə səthini analiz eləməlidir. Yəni bir sözlə maşında tormuz verəndə insan sadəcə bir pedala basır və həyəcanla maşının dayanmağını gözləyir. Motosikletçi isə bunu həyəcanlanmadan birinci yolu analiz eləyir, yolun səthinə baxır. Sonra tormuzun hansı məsafədə tormuz verəcəyini analiz eləyir. Ondan sonra hansı tormuzu eyni anda, hansı tormuzu balanslı şəkildə basacağını bilir. Hansı tormuzu daha çox istifadə eləyəcəyini bilir. Bir sözlə motosikletdə tormuz vermək o qədər çətin prosesdir ki, məsələ maşın sürmək o qədər çətin proses deyil. Yəni bunu əmin olun ki, motosikletdə tormuz verən bir adam maşın sürəndən daha çox iş görür. Yəni maşını ümumi idarə eləməkdən gedir. Təbii ki, peşəkar ilə maşını idarə etmək, Dakar rallisi demirəm də, normal bir maşın sürən insanın maşın sürmə prosesi motosikletin tormuz verməyindən qat-qat asan prosesdir. Yəni ona görə siz fikirləşməyin ki, bu motosiklet niyə tormuz vermədi? Motosikleti tormuz vermək hamının beyninin o şey deyil, harcı deyil. Yəni hər kəsin bacaracağı bir şey deyil. Bu zamanla, təcrübə ilə toplanan bir şeydir. Ona görə tormuz məsafəmizi bilmək, tormuzu düzgün idarə eləmək və ən vacib şərtlərdən biri də harda dayanacağımızı bilməkdir. Boş vaxtlarınızda hər ayda bir dəfə boş bir yerdə maksimum tormuzlanmanı öyrənməlisiniz. Mənim tormuzum verəndə motosiklet harda dayanacaq? Tormuzunun məsafəsi nə qədərdir? Bunu yoxlayın. Çünki bu təkərə görə, sizin tormuz nakladkalarınıza görə, təkərinizin bir sözlə çox amili var ki, tormuz məsafəsinə təsir edir. Yolun tutumu ola bilər. Buna görə də tormuz verərkən balanslı verməlisiniz və ən vacib şərtlərdən biri də tormuz verməyə çalışmayın. Yəni ki, tormuz verəcək vəziyyətə düşməyin. Ən gözəl təcrübəli sürücü qəza şəraitinə düşməyən sürücüdür. Qəza şəraitindən çıxmaq artıq ikinci bir variantdır. Amma qəza şəraitinə düşməmək daha ağıllı, məntiqli insanların eləyəcəyi şeydir. Ona görə qəza şəraitinə düşməməyə çalışın. Çünki hər zaman düşündüyünüz kimi o qəza şəraitindən çıxa bilmirsiniz. Ola bilər ki, siz keçən səfər hansısa bir qəza şəraitindən xilas olmuşsunuz, amma növbəti səfər eyni situasiyaya belə düşsəz, eyni yerdə belə olsanız, yolun tutuşu ola bilər, nə bilim, və yaxud da ki, ətraf mühitdəki problemlər ola bilər, yolun döngə, bir sözlə dönüş bucağı ola bilər və s. Hər şey ola bilər ki, sizə mane ola bilər və siz düşündüyünüz xəyallarınızdakı o utopik və belə qapını açıb tüfürə bilərlər. Ona görə soldan sağdan keçəndə də ehtiyatlı olun. Mən elə bura yaxşıdır, burada yenə maşın dayanıb tüfürürlər, amma elə yerdə də var ki, birbaşa, yəni canım sizə desin, yəni yolun ortasına gedə-gedə qapını açıb tüfürən yəni olub və bunu
hadisənin nəticəsində də xəsarət alanlar olub. Ona görə həmişə fikirləşin ki, belə insanlar, təbii ki, indi lətifəsi bu şeydən uzaq, xanımdan uzaq, ümumilikdə deyirəm ki, yəni belə insanlar var. Qoca kişilər var, bir meşox lırç eləyir, tüfürür yolun ortasına. Mədəniyyətsizlik olmağı bir kənara, mədəniyyətsizliyi qoyuram. Bir də başqalarına təhlükəyə yaradır. Mən olmasam velosiped ola bilər, velosiped olmasa nə bilim hər şey ola bilərdi. Yəni o təhlükəni heç kim sezmir, heç kim o başı balaca bir sözlə beyni ilə analiz eləyə bilmir. Bunun üçün də böyük bir universitet oxumağa, böyük bir təhsil almağa ehtiyac yoxdur. Sadəcə kiçik bir beyin burulğanı, beyin fırtınası kifayət edir ki, sən biləsən ki, yolun ortasında qapını açıb tüfürmək olmaz. Ay uzun qulaq. Nəysə, belə işlər. Və bugünkü videomuzun da sonuna gəldik. Bugünkü videomuz mənim fikrimcə, mənim şəxsi fikrimdir. Çox adama lazım olan, çox vacibi bir sözlə nədir? Mövzular idi. Dönəndə, bu arada son olaraq da bunu da deyim ki, dönəndə qış aylarında falan kontranı çox verməyin. Motosiklet qoy özü girsin döngüyə. Çox əyim, dizimi yerə sürtdüm, nə bilim oramı buramı yerə sürtdüm kimi bir məntiqlə yanaşmayın. Sadəcə motosikleti düz saxlayın, çalışın ki, döngələrə əvvəl kimi yox, sürət özü əvvəlkindən 2 dəfə az, döngələrə əvvəlkindən 2 dəfə daha zəif, sonra canım sizə desin, əlavə olaraq, bir sözlə, motosikletdə etdiyiniz nə var isə onu 2 dəfə daha az edərək həyatınızı da 2 dəfə uzada bilərsiniz, ən azından qış ayı üçün. Belə, növbəti videonun gəlməsi üçün buradan keçməyi unutmayın. Kimsə düşür, deyən görüm, bizim naziriyə mi gəlir? Qapı niyə açdı ki bu qardaş? Qoy keçə, qapını bağlayar, qalarıq arasında. Nəysə, növbəti videonun gəlməsi üçün videonu paylaşıb, fikirlərinizi yazmağı unutmayın. Sizin fikirləriniz mənim üçün çox önəmlidir. Həqiqətən də dəyərlidir. Salam, əleyküm, hər vaxtınız xeyirli olsun. Belə əziz dostlar, sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Növbəti videonun gəlməsi üçün də dediyim kimi videonu bəyənib paylaşmaq, şəhər yazmağı unutmayın. Hələlik öpürəm hamınızı. Sağ olun.